İkinci Qarabağ müharibəsində Veysəloğlu şirkətlər qrupunun əməkdaşları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərib. Onların şücaəti dövlət tərəfindən qiymətləndirilib və daim diqqətdə saxlanılıb. Şirkətlər qrupu da öz növbəsində şəhid əməkdaşlarının ailələrini, qazi və müharibə iştirakçısı olan əməkdaşlarını daim diqqətdə saxlayır, onları qayğı ilə əhatə edir. Video çəkib paylaşan qazimizin də dediyi kimi, hər zaman negativləri göstərməyək, xoş nələrləsə də qarşılaşanda onlar da paylaşaq. İndi etdiyimiz kimi, qazimiz Oba Marketlər şəbəkəsinə təşəkkür edir. Buna səbəb nədir? Gəlin öz dilindən eşidək. Salam dəyərli dostlar, hər birinizi salamlayıram. Başda da cənab prezidentimiz şəhid ailələri olmaqla, qazilər olmaqla Allah hər birinizi var eləsin. Dəyərli dostlar, hər birinizdən xahiş edirəm, bu videodan sonacan baxaq və öz fikirləriniz mənim üçün önəmlidir. Əsasda şəhid ailələri olmaqla. Dəyərli dostlar, hər birimizin əsasda kasıbların dostu olan, bizim cibimizə uyğun olan hər zaman Oba Market haqqında danışmaq istəyirəm. Və biz bir şey olanda hər zaman pisi nəsə paylaşırıq, amma yaxşı barədə heç bir şey paylaşmırıq. Demək, mən Füzuli şəhərinə gedərkən, Beyləqan şəhərindən keçərkən mənim bir mənzərə ilə qarşılaşdım və bu məni çox sevindirdi. Və mən bir Oba Marketdə Qara Nəsirov adına market gördüm. Bu məni çox sevindirdi ki, bir özəl şirkət olaraq, amma bizim qazi şəhidimizin adına o marketin adı verilməsi çox məni sevindirdi. Və yaxın bir neçə ay bundan qabaqda bir şəhidimizin anası Araz Marketdə oğlu işləmişdi və hətta 6 ildir onun maaşını alır. Və mən dərhal Oba Marketdə araşdırma apardım ki, həqiqətən də tək Oba Market, Araz Marketdə yox, ümumiyyətcə Veysəloğlu şirkətində nə qədər ki, işçilər şəhid olubdur, hər birinin maaşı 6 ildir alırlar və ailəsinə ödənilir və onun bütün ailələri hər biri nəzarətdədir. Bu məni həqiqətən bir vətəndaş olaraq çox sevindirdi. Mən buradan tanımıram kimdir, Veysəloğlu'nun şirkətinin rəhbərliyinə və mən onun bütün kollektivinə, Araz Market, əsas da Oba Market rəhbərliyinə öz minnətdarımı bildirirəm ki, həqiqətən də şəhidimizə bu cür dəyər verilir və 6 il keçməyinə baxmayaraq onun adına, hər şəhidin adına bir market verilir və onun aylıq maaşı ailəsinə ödənilir və diqqət və qayğı göstərirlər. Mən bir vətəndaş olaraq, mən Veysəloğlu şirkətinin rəhbərinə və bütün kollektivinə öz minnətdarımı bildirirəm ki, həqiqətən də Oba Marketdə belə bir mənzərə bizi çox sevindirdi. Allah ruzunuzu versin. Mən hər zaman harda olursa olsun, mən evimə, bazarlığımı Oba Marketdən edirəm. Yaşasın Oba Market, yaşasın belə dəyərli insanlar. Allah ruzunuzu bol eləsin, var olun. Qeyd edək ki, hazırda Veysəloğlu şirkətlər qrupunda 500 nəfərə yaxın müharibə iştirakçısı fəaliyyət göstərir. Onlardan 76 nəfəri qazi statusundadır.